Yəni görək, Böyük Qafqaz vilayətinin hansı fiziki coğrafi rayonlarında qışı mülayim keçən yarım səhra quru çöl iqlimi? Böyük Qafqaz vilayətinin hansı fiziki coğrafi rayonlarında yarım səhra və quru çöl iqlimi? 2 dənə. Samur Dəvəçi, Qobustan, Abşeron. Yaxşı, yağıntıları bərabər paylanan mülayim isti iqlim tipi hansı fiziki coğrafi rayonlarda olacaq? Yağıntıları bərabər paylanan mülayim isti. 2 dənə. Bir mesajda dəyərli həmkarlarım, bir mesajda yazaq. Bərabər yağıntılı mülayim isti iqlim həm qonaq kənddədir, Böyük Qafqazın şimal-şərqi gedir də, həm də Zaqatala Lahışdadır. Nəyə görə? Çünki Böyük Qafqazın cənub yamacı gedəcək. Yaxşı, onda mənə deyin görək, Xalxal və İlissu hansı fiziki coğrafi rayonların ərazisində düşür? Xalxal və İlissu. Zaqatala Lahıc fiziki coğrafi rayonunun ərazisində düşəcək. Bəs Bədo mineral bulağı hansı fiziki coğrafi rayonunun ərazisində düşəcək? Bədo mineral bulağı hansı fiziki coğrafi rayonunun ərazisində düşür? Bədo, İsmayıllıda. Söhbət Bədo mineral bulağından gedir. Dağlıq Şirvan fiziki coğrafi rayonunun ərazisində düşəcək. Bəs Abşeron Qobustan fiziki coğrafi rayonunda hansı 2 mineral bulağın adı keçir? Düzdür, quruyublar amma. Buyurun. Şıx və Suraxanı fiziki mineral bulaqlarından söhbət gedəcək. Yaxşı, mənə deyin görək, diqqətli olun. Mezozoin trias çöküntüləri hansı fiziki coğrafi rayonlara düşür? Böyük Qafqazda. Mezozoin trias çöküntüləri hansı fiziki coğrafi rayona düşür? Kübra xanım ilk yazdığına görə. Yoxdur, trias yalnız Dərələyəzdədir. Dəyərli həmkarlar, Yura çöküntüləri var. Yura çöküntüləri hardadır? Hansı 2 fiziki coğrafi rayonda? Gülnar müəllimə ola bilər, üzrlü sayın. Baxın bir dəqiqə. Yox, Gülnar müəllimə, Kübra müəllimə göstərir, videoda görəcəksiniz. Videoda görəcəksiniz, Kübra müəllimən birində göstərir. Nəysə. Bəli, yuxarı hissələrdədir. Söhbət Qonaqkənd və Zaqatala Lahıc fiziki coğrafi rayonlarından gedir. Bəs hansılarda təbaşir dövrünün çöküntüləri var? Olar müəllimə, olar. Hansılarda təbaşir dövrünün çöküntüləri var? Bir mesajda niyə yazmırsınız? Birini yazsınız, sonra birini də yazırsınız. Görüm hələ, görüm. Dağlıq Şirvandır, Qonaqkənddir, Zaqatala Lahıcdır. Yadınızda saxlayın. 3 dənə fiziki coğrafi rayonda mövcuddur. Aha, Respublikamızda sahəsinə görə ən böyük milli park hansıdır? Keçən dərsimizdə də bunu demişdik. Şahdağ Milli Parkıdır. Tamamilə doğrudur. Şahdağ Milli Parkı hansı 3 fiziki coğrafi rayonun ərazisində düşür? Bir mesajda. Gülnara müəllimə, fiziki coğrafi rayon deyirəm. Dağlıq Şirvan, Qonaqkənd, Zaqatala, Lahıc fiziki coğrafi rayonlarının ərazisinə düşür. Nəysə. Neft yataqları hansı fiziki coğrafi rayondadır? Neft yataqları hansı fiziki coğrafi rayonda və yaxud rayonlardadır? Təbii ki, Samur Dəvəçidə Siyəzəndə var. Bir də Qobustan Abşeronda neft yataqları mövcuddur.
Onda mənə deyin görək. Nival landşaftı harda rast gələcək? Nival landşaft. Nival landşaft. Nival landşaft yoldaşlar. Zaqatala Lahıc qonaq kənd. Всё. Bir dənə fikirləşin yazın yoldaşlar, bir dənə deyil. Zaqatala Lahıc da qonaq kənddə hündürdür. Hündür. Ona görə tamam onda. Tamam bırı ilə yekunlaşaq. Bir dənə axır-axırda deyin görək. Gülümdostu zirvəsi, Dübrar zirvəsi, Ləngəbiz silsiləsi hansı fiziki coğrafi rayon? Nigar xanım diqqətli olun. Gülnarə müəllimə diqqətli olun. Adları çəkəcəm. Məhbubə müəllimə diqqətli olun. Dağlıq Şirvan fiziki coğrafi rayonundadır. Keçdik Kiçik Qafqaz fiziki coğrafi vilayətinə. Kiçik Qafqaz vilayəti yarım vilayətlərə bölünür. Bəli, xeyr. Hə, yox. Necə istəyirsiniz? Bəli. Günel müəllimə bölünür. Kiçik Qafqazın şimal-şərqi, cənub-şərqə. Diqqətli olun. Böyük Qafqazın şimal-şərqi, cənub-şərqə. Cənubu, cənub-şərqi, şimal-şərqə. Kürdə bölünür. Naxçıvanla Lənkəran isə bölünmür. Kiçik Qafqaz vilayətində olan fiziki coğrafi rayonlar. Kiçik Qafqaz vilayətində olan fiziki coğrafi rayonlar. Görək neçə nəfər qoşulub? 1 dəqiqə. 1, 2, 3, 4, 5, 6. Hal-hazırda bir nəfər səs açıb deyə bilər neçə nəfərik burada? Mən görmürəm. Kim dəqiq görürsə. 36 nəfər görünür mənim. 42 nəfər mənim. 42 nəfər. 43 nəfərdir mənim. Aha, təşəkkür. Yaxşı, davam eləyək. Səsləri bağlayaq. Hə, 42. Hə, elə bildim sual cavabı deyə. Gəncə, Qarabağ dağları, vulkanik yayla həkəri. Tamamilə doğrudur. Yaxşı, başlayaq indi Kiçik Qafqazın deməli suallarına. Mənə deyin görək, Qaragöl hansı fiziki coğrafi rayondadır? Qaragöl, Qoruğu da elə gölü də. Qumru müəllimə, Laçın İnzibat rayonunda. Vulkanik yayladadır, bəli. Qaragölün ətrafında dağ meşə idi, dağ çəmən. Dağ meşə, yoxsa dağ çəmən? Ay, sağ olun. Bəs hansı gölün ətrafında dağ meşə idi? Sən Günay müəllimə, birinci, Göygöl. Yaxşı, mənə deyin görək. Şərq Çinarı və İberiya palıdı qorunduğu qoruq hansı fiziki coğrafi rayon? Sualımı? Şərq Çinarı və İberiya palıdının qorunduğu qoruq hansı fiziki coğrafi rayon? Yenə də Günay müəllimə öz ampulasındadır. Bəsitçay qoruğu Həkəridə. Tamamilə doğrudur. Yaxşı. Tərtərçay, Xaçınçay, Qarqarçayın mənsəbi hansı fiziki coğrafi rayon? Yox, üzr istəyirəm. Xaçınçay, Qarqarçay, Köndələnçay. Xaçınçay, Qarqarçay, Köndələnçay. Sual belə olsun. Xaçınçay, Qarqarçay, Köndələnçay. Qazax Qarabağ Nübar müəllimə diqqət. Qarabağ dağları. Bəli, Dağlıq Qarabağ və yaxud da ki. Yaxşı, mənə deyin görək. Kiçik Qafqaz vilayətində hansı iki fiziki coğrafi rayonda dağ tundra iqliminə rast gələ bilərik?
Afərin. Gəncə və vulkanik yayla fiziki coğrafi rayonlarında. Yaxşı, hansı fiziki coğrafi rayonu Azərbaycanın Uralı adlandırırlar? Söhbət Gəncə fiziki coğrafi rayonundan gedir. Yaxşı. Mənə deyin görək, Kiçik Qafqaz vilayətinin hansı fiziki coğrafi rayonunda hündürlüyə qalxdıqca sıxır inversiyası baş verir? Afərin. Sıxırların yaşı nə olur? Cavanlaşır yoxsa qədimləşir? Hündürlüyə doğru. Cavan? Eliya müəllimə diqqətli olun. Bəli, cavanlaşır. Yaxşı, Gülnarə müəllimə diqqətli olun. Yaxşı, mənə deyin görək, Həkəri fiziki coğrafi rayonunda olan qızıl yatağı adı nədir? Söhbət Zəngilandan gedir də. Zəngilanda hansı idi? Vecnəli. Tamamilə doğrudur. Yaxşı. Turş su, Şırlan, İsa bulağı. Hansı fiziki coğrafi rayonda? Nasbəri Qarabağ nə? Nasbəri xanım. Dağlıq Qarabağ mı? Qarabağ vulkanik yaylası mı? Xahiş edirəm, yazanda hamıya aiddir. Çoxu Qarabağ yazıb. Mən bilmirəm axı nədir. Mən dəqiqliyinə əmin olmaq istəyirəm, ona görə deyirəm. Dağlıq Qarabağ, bəli. Dağlıq Qarabağ. Bəs isti su? Ay sağ olun. Vulkanik yaylada Kəlbəcərdə. Bir dənə qəşəng sual, son sual. Qəşəng sual, son sual. Deyin görək, hansı fiziki coğrafi rayondur ki, diqqətli olun, çox məntiqli sualda əslində tapacaqsınız. Hansı fiziki coğrafi rayondur ki, ərazisində həm ancaq qışı quraq keçən soyuq iqlimdən dağ tundra iqlimi var? Söhbət vulkanik yayladan gedir. Dağlıq Qarabağda qışı quraq keçən mülayim isti iqlimdir, ondan aşağıda yay quraq keçən mülayim isti iqlimdir. Mən sualı diqqətli olun. Dedim ancaq və ancaq qışı quraq keçən soyuq dağ tundra. Gəncədə də var qışı quraq keçən soyuq dağ tundra, amma ondan aşağıda qışı quraq keçən mülayim isti iqlim də var. Bax, belə bu tip sualın düşmə ehtimalı kifayət qədərdir. Keçdik Kür çökəşliyi vilayətinə. Kür çökəşliyi vilayətinin ən hündür hissəsi hansı fiziki coğrafi rayonun ərazisinə düşür? Acınuhur, Ceyran çöl. Əhsən müəllimə. Düzgündür, qəşəng. Ad çəkməyəcəm, amma 1100 gördüm orada, qəşəngdir. Yaxşı. Vilayətdə yanmayan neft, müalicə nefti var, naftalan. Hansı fiziki coğrafi rayonun ərazisinə düşür? Buyur. Fiziki coğrafi rayon istəyirəm. Təbii ki, Goranboy inzibati rayonunda dəyərli həmkarlar. Mərkəzi aran yox. Söhbət Qazax, Qarabağdan gedir. Vilayətin ərazisində hansı iki iqlim tipinə rast gələcək? Vilayət ərazisində hansı iki iqlim tipinə rast gələcək? Hadi yoldaşlar, buyurun. Vilayət ərazisində hansı iki iqlim tipinə rast gələcək?
Əlbəttə, qışı mülayim keçən yarım səhra quru çöl iqliminə, qışı quraq keçən mülayim isti iqlimə tamamilə doğrudur. Vilayətin ərazisində hansı fiziki coğrafi rayon xüsusilə neogen çöküntüləri ilə məşhurdur? Daha çox da, yəni. Əlbəttə, Ceyrançöl, Acınohur. Vilayətin hansı fiziki coğrafi rayonunda palçıqlı sellər yayılacaq? Daha çox palçıqlı sellərə rast gələcək. Yaxşı. Bəs daşlı palçıqlı sellərə, indi mən bunun izahını verəcəm. Daşlı palçıqlı sellərə daha çox hansı ərazilərdə rast gələcək? Yadda saxlayın. Diqqət elə. Yadda saxlayın. Palçıqlı sellər gilli suxurların üstün olduğu arid denudasyon ərazilərdə olacaq. Onda belə çıxdı ki, palçıqlı sellər Ceyrançöl Acınohurda olacaq. Amma daşlı palçıqlı sellər vilayətin Qanı-Xəyrçay fiziki coğrafi rayonunda olacaq. Yadda saxlayın. Daşlı palçıqlı sellər Qanı-Xəyrçayda, palçıqlı sellər harda? Ceyrançöl Acınohurda. Qobustan bura aid deyil deyəm Salə müəllim onu demirik də. Kürdən söhbət eləyirik axı ona görə. Yaxşı, müəllimə, müəllimlər və müəllimələr. Mənə deyin görək, hansı fiziki coğrafi rayonun ərazisində Candar gölü yerləşir? Küdrü Şirvanda yox. Küdrü Şirvan xüsusi qeyd olunmur. Acınohur Ceyrançöldür. Qanı-Xəyrçay. Qanı-Xəyrçayı nəyə görə deyirik? Çünki o Böyük Qafqazın cənub yamacı gedir ona görə. Sualım necə oldu? Candargöl. Hə, Candargöl hansı fiziki coğrafi rayonda yerləşir? Acınohur Ceyrançöldə yerləşir. Bəli. Tamamilə doğrudur. Bəs onda mənə deyin görək. Gəyən, İncə, Hərami düzləri hansı fiziki coğrafi rayona düşür? Araz boyu. Yaxşı. Xocaşin, Daşüz silsilələri hansı fiziki coğrafi rayona düşür? Xocaşin, Daşüz silsilələri hansı fiziki coğrafi rayona düşür? Acınohur, Ceyrançölə düşür. Xocaşinlə Daşüz silsiləsi arasında nə yerləşirdi? Məşhur. Xocaşin və Daşüz silsiləsi arasında yaddan çıxmalar var. Ha, yaddan çıxmalar var görürəm. Həmkarlar. Xocaşin və Daşüz silsilələri arasında Acınohur düzü yerləşirdi. Xocaşinlə Bozdağ silsiləsi arasında Mingəçevir su anbarı yerləşirdi. Mingəçevir su anbarından qərbdə Palantökən silsiləsi yerləşirdi. Yadda saxlayın. Yaxşı. Qarayazı Qorğans fiziki coğrafi rayonun ərazisinə düşür. Diqqətli olun. Nasibər xanım, əla. Acınohur, Ceyrançöl və Qazaq Qarabağ. Kürün solunda Acınohur, Ceyrançölə, sağında da Qazaq Qarabağa düşür. Yadda saxlayın. Əzizbəyov adına kanal hansı fiziki coğrafi rayonun ərazisində düşür? Əzizbəyov adına kanal.
Əzizbəyev adına kanal Mərkəzi Aran Fiziki Coğrafi rayonunun ərazisinə düşür. Hansı fiziki coğrafi rayonunda düzənlik çəmən meşə landşaftı, alluvial çəmən meşə torpaqları? Düzənlik çəmən meşə landşaftı, alluvial çəmən meşə torpaqları. Söhbət Qanıq, Əyriçay fiziki coğrafi rayonundan gedir. Ceyrançöl Acınohurda açıq şabalıdır, yoxsa tünd şabalıdır torpaqlar? Ceyrançöl Acınohurda açıq şabalıdır, tünd şabalıdır. Diqqətli olun. Diqqətli olun. Qazax Qarabağ, Gəncə, Qazax, Qarabağ düzlərində. Gəncə, Qazax, Qarabağ düzlərində. İndi bunu da izahını verəcəm. Açıq tünd, açıq tünd. Diqqətli olun. Ceyrançöl Acınohur nisbətən alçaq dağlıqdır. Burada tünd şabalıdır. Amma digər ərazilər ki yoxdur. Qazax Qarabağdır, Gəncə Qazax düzüdür. Bunlarda açıq şabalıdır. Deməli nisbətən hündürdə tündür. Aşağı hissədə bəli Sidqə müəllimə baxıram hamıya. İndi ham eyni vaxtda baxa bilmirəm. Tez-tez mesaj gəlir, amma yuxarı aşağı eləyib baxıram. Deməli, Ceyrançöl Acınohuru götürürsünüz, tünd şabalıdır. Qazax Qarabağ fiziki coğrafi rayonunda götürəcəksiniz, açıq şabalıdır torpaqlar. Aydın oldu. Kiçik Qafqazda yekunlaşdı. Keçdik. Aha, gəldik. Lənkəran vilayətinin ən hündür hissəsi nə qədərdir və hansıdır? Lənkəran vilayətinin ən hündür hissəsi hansıdır və hündürlüyü nə qədərdir? Buyurun. Bəli, Kömürgöydə 2493 metrdir. Tamam. Lənkəran vilayətində hansı suxurlar daha geniş yayılıbdır? Talış dağlarında, Lənkəran vilayətinin Talış dağlarında. Hansı suxurlar daha çox? Hansı dövrün suxurları? Hansı dövrün? Vay vay vay, ay Kənan. Hansı dövrün suxurları daha geniş yayılıbdır? Dövr deyirəm, yoldaşlar, düzürsüz ora Kaynazoya. Dəyərli həmkarlar. Dövr deyirəm mən, Kaynazoy yeradı, həmkarlar. Paleozoy nədir? Paleogen dövrü, paleogen. Talış dağları paleogen dövrü suxurları ilə daha zəngindir. Aydındır. Lənkəran ovalığı balaca bir yerdir. Orada 4-cü dövrdür. Amma Talış dağları vilayətin əsas hissəsində tutur. Ona görə də orada paleogen dövrünün söküntüləri daha çoxdur. Yaxşı, həmkarlar. Bəs orada olan mineral bulaqları hansılardır? Lənkəranda olan mineral bulaqlar. Lənkəranda olan mineral bulaqlar hansılardır? Diqqətli olun, bir dənə açar söz istəyəcəm sizdən. Yazımını yekunlaşdırın sonra. Bəli, Lənkəranda olan mineral bulaqlardan Donuzitəndir, Ərcivandır, isti sudur, meşə sudur, qotur sudur və s. Diqqətli olun. Lənkəranı necə adlandırırlar? Mineral sular nəyi? Aycın xanım, sizə bir dənə plus. Bir dəqiqə, hanı Aycın? O Naxçıvandır. Bəli, Naxçıvandır. Lənkəran yox. Hara getdi Aycın xanım? Bu deyil burada. Diqqətli olun dedim də, həmkarlar. Lənkəranı Mineral Sular Muzeyi adlandırırlar, yazırsınız. Xeyr, Naxçıvandır Mineral Sular Muzeyi. Yaxşı, Lənkəran vilayətinin iqlimini ümumilikdə bir dənə deyin. İqlim tipini demirəm, iqlimini. Azadə müəllimə ilk. Rütubətli subtropik iqlim ümumilikdə. Lənkəran ovalığında hansı iqlim tipi yayılıb? Yox, iqlim tipi yarım tipi də yazın, xahiş edirəm.
Yarım tipi də yazın. Yazanlar var görürəm. Yarım tipi də yazın. Bəli. Bəli. Yay quraq keçən mülayim isti iqlim tipidir. Bu tip olanda yay quraq keçən yazmısınız Günay müəllimə məsələn və digər müəllimələr. Onu yazanda yazın ki, yay quraq keçən mülayim isti. Bəlkə siz yay quraq keçən soyuq yazırsınız və s. də belə diqqətli olmaq lazımdır, xahiş edirəm. Təbii ki, bilirsiniz, buna şübhəm yoxdur. Lənkəran vilayətinin çayları daha çox hansı qida mənbəyindən qidalanırlar? Xəzərdən qidalanırlar. Yəqin müəllimə Xəzəri. Allah verə müəllimə bir dənə piluz. Həm yağış, həm yeraltı sularla. Bilirəm Nübar müəllimə. Mən dedim də, bilirsiniz təbii ki. Yağış və yeraltı sularla qidalanırlar. Tamamilə doğrudur. Lənkəran vilayətinin yüksək və orta dağlıq hissəsində hansı iqlim tipləri olacaq? Tala şəklində olanları istəmirəm. Baş üstə müəllimə, buyurun. Əsas dedim, bəli, Sidqə müəllimə. Ayırdan yay quraq keçən mülayim isti iqlim, yağıntıları bərabər paylanan mülayim isti iqlim. Bəs Lənkəran vilayətinin torpağı nədir? Torpaq tipi istəyirəm sizdən. Mən birdən girim, ora baxım görmələr. Burada görmələr. Neçə nəfərik? 1, 2 nəfər burada. 1, 2, 3, 4, 5, 6, 6, 5'in 30. Çıxanlar var ya. 1, 2, 3, 4, 5, 6. Ne bileyim valla. Hə. Sarı torpaqlar. Tamamilə doğrudur. Sarı torpaqlar. Tamam. Yaxşı. Mənə deyin görək. Lənkəran vilayətində olan landşaft ətəkdən zirvəyə doğru düzün. Çox sağ olun Gülnar müəllimə. Lənkəran vilayətində olan təşəkkür Sidqə müəllimə xoş sözlərə görə. Lənkəran vilayətində olan landşaft ətəkdən zirvəyə doğru düzün. Bəli, əhsən. Baxın, bir dayanmadıq da, yəni hər şeyə toxunluq. İqlimi də dərindən öyrəndik, landşafta da toxunluq, torpağa da, bitki örtüyünə də, heyvanlar aləmi, heyvanlara ehtiyac yoxdur. Düzən meşə, dağ meşə, quru dağ çölləri, dağ kserifitlər. Normalda Böyük Qafqazda, Kiçik Qafqazda landşaft düzümü belədir, ya burada nəsə baş verir. Əgər nəsə baş verirsə, buna adlanır burada. Tamamilə doğrudur. Landşaft inversiyası baş verir. Tamamilə doğrudur. Bir dənə Talış dağlarında yüksək dağ çəmənliklərindən nə kimi istifadə olunur? Düz yazan əhsən. Yoxdur, dəyərli həmkarlar. Talış dağlarında subalpal çəmənlikləri yoxdur axı. Orada otlaq biçənək kimi istifadə olunsun. Tamam mı? Qəşəng. Yəni bu şeylər əslində çaşdırıcı olsa da, imtahanda rastınıza çıxa bilən şeylər olduğuna görə bunları mən deyirəm ki, diqqətli olasınız. Hirkan Milli Parkının ərazisi Lənkəran ovalığı fiziki coğrafi rayonuna uyğun gəlir, yoxsa Talış dağları?
Ruhiyyə müəllimə sizə təşəkkür eləyirəm. İkisinə də Lənkəran ovalığına da uyğun gəlir. Talış Dağlar rayonuna da uyğun gəlir. Yadda saxlayın. Yaxşı, keçək Naxçıvana. Kəminə müəllimə sizdən xüsusi cavablar gözləyirəm. Deyin görək, Naxçıvanda ən hündür zirvə. Bəli, Qapıcıq 3904. Hansı silsilədədir? Dərələyəzdə yoxsa Zəngəzurda? Sevindirici halda. Düzgündür. Hamı düzgün yazıb. Zəngəzurda. Zəngəzurda Qapıcıqdan sonra ikinci ən hündür zirvə hansıdır? Mumu nədir müəllimə? Yəqin kiki yazmaq istəyibsiniz. Klaviş səhvidir. Aha. Zəngəzurda ikinci ən hündür zirvə. Qazangöldağ 3829. Bəs Camaldağın hündürlüyü nə qədərdir Zəngəzurda? Evdə körpü uşaq var, arada bir səsi gəlir, bura üzrü sayına. 3204 metr. Mənə deyin görək, bəs orada balaca bir aşırım da var. Adı nədir və hündürlüyü nə qədərdir? Biçənək aşırımıdır, 2346 metr. Tamamilə doğrudur. Gələn var. Göy kimdir gələn? Şimdi bu vaxtı gəlir bir dəqiqə. Zəka müəllim. Aha. Yaxşı. Mənə deyin görək, bayaq da bir müəllimi ilə bu təkrarda Fərdidə buradaydıq. Zəngəzur və Dərələyəz dağlarından başlayaraq Araz çayına doğru uzanan kəskin parçalanmış relyef formaları. 4 dənə bir mesajda. Çox sağ olun, minnətdarım. Dəmirli. Yazın, demirəm. Dəmirli, Duzdağ, Küküdağ, Vəlidağ. Tamamilə doğrudur. Yaxşı, onda mənə deyin görək. Diqqətli olun, zəhmət olmasa. Naxçıvanda polimetal yatağı hansı idi? Naxçıvanda polimetal yatağı. Diqqətli olun. Naxçıvanda olan polimetal yatağı həmkarlar, diqqətli olun. Naxçıvanda olan polimetal yatağı yadda saxlayın, Şərurda gümüşlüdür. Yaxşı, yadda saxlayın bunu yoldaşlar. Yaxşı, Naxçıvanda olan molibden yatağı hansı idi? Paraqaçay və Diyaqçay. Hansı inzibat rayonları arasına düşürdü? Ordubat tamamilə doğrudur. Aha. Bəs Travertin yatağı hansı idi? Şahdağda. Travertin yatağı Şahdağda.
Nehrəm nə yatağı idi? Hamıdan qabaq Kəminə müəllimə yazır, maşallah. Aha. Bəs Naxçıvanda olan mərmərin sveti nə idi, rəngi? Qara. Naxçıvanda olan mineral bulaqlar hansılardır? Süfrəmizin bəzəkləri. Bəli, bəli, bəli. Badamlıdır, sirabdır, vayxırdır, Darıdağdır, Gülüstandır. Aha. Naxçıvanda olan iqlim tipləri, konkret yazın, da mənə soyuq iqlim yazmayın. Konkret düzlərdən başlayın yuxarıya doğru. Tələsməyin, yazın, gec yazın, amma düz yazın. Ay, sağ olun. Qəşəng. Lamiyə müəllimə lap açıqlaması icra yazıb. Yay qıraq keçən mülayim isti yoxdur orada Lamiyə müəllimə. Diqqətli olun. Deməli, qışı soyuq, yay qıraq isti keçən yarım səhra quru çöl iqlimi. Yay qıraq keçən soyuq iqlim, zirvədə də nə? Dağ tundra iqlimi. Yaxşı. Hə, Şərr Ordubad düzlərinə qərbdən şərqə doğru zəhmət olmasa, tələsməyin, xahiş edirəm, yerlərini səhv salmayın. Buyurun. Qərbdən şərqə doğru, başlayın Sədərəydən, qutarın harda istəyirsiniz. Buyurun. Bəh, 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 bəh. Nasbəri xanım, baxarsınız, səhviniz var. Səhviniz var, Nasbəri xanım, gözləməzdim. Naxçıvan Böyükdüzdən sonradır. Böyükdüz Naxçıvandır, yaxşı. Diqqətli olun, diqqətli olun. Sədərək, Şərur, Böyükdüz, Naxçıvan, Gülüstan, Yaycı, Ordubad. Birinci yazmaq üçün tələsməyin, ay müəllimlər. Xahiş edirəm, düz yazın. Yəni, tələsmək lazımdır. Düzdür, mən sualları tez-tez verirəm ki, yəni çatdıra biləm. Amma siz yəni... Yo, orada bir sıxıntı yoxdur. Sədərək, Şərur, Böyükdüz, Naxçıvan, Gülüstan, Yaycı, Ordubad. Yaxşı. Deməli, deyin görək, Naxçıvanda hansı dövrün çöküntülərinə rast gələcək? Naxçıvanda, dəyərli həmkarlar, Trias çöküntülərinə də rast gələcək. Paleozoy dövrünün erasının çöküntülərinə də rast gələcək. Kaynozoyun paleogeninə də, neogeninə də, 4-cü dövrünə də rast gələcək. Deməli, Trias, Paleozoy, Trias, paleogen, neogen, antropogen, hamısı var, niyə yoxdur ki, neogen də var. Alçaq dağlıq hissələrində mövcuddur. Yaxşı, Naxçıvanda ətəkdən zirvəyə doğru hansı landşaft tipləri var?
Əhsən, əhsən. Əhsən. Yazın, gözləyəcəm axıra qədər, yazın. Tamamilə doğrudur. Yarım səhra, quru çöl, quru dağ çölləri, dağ ksorofitləri, subalp alp, subnival nival. Yəni meşə yoxdur tala şəklində belə. Tala şəklində o meşə torpağı var, amma landşaft olaraq əmələ gətirmir tam zolaq. Sonra nə qaldı? Naxçıvanda olan məşhur iki göl hansıdır? Naxçıvan vilayətində olan məşhur iki göl. Batabat və Qanlıgöl. Növbət sual. Batabat gölündən hansı say başlayırdı? Qanlı göldən hansı say başlayırdı? Bəli. Batabat gölündən Naxçıvan çayı, Qanlı göldən Kükü çayı başlayırdı. Naxçıvanda ən selli çay hansı çay hesab olunurdu? Söhbət Ordubad çaydan gedir. Ordubad çay neçə vilayətdən axır? Rəqəmlə. Çox maraqlıdır. Çox maraqlıdır ki, hamı 2 yazıb. Hansı vilayətlərdir ki, 2 dənə? Çox maraqlıdır, həqiqətən maraqlıdır. Bəlkə mən bilmirəm. Neçə vilayətdən axır və hansılardır? 2 yazmışsınız, zəhmət olmasa 2 vilayətin adını yaza. Mən tektonik zona soruşmuram axı Lamiyə müəllimə. Tektonik zona olaraq da Ordubad çay 2 tektonik zonadan axmır. Ordubad düzündən axır. Bacım, Ordubad düzü də Kiçik Qafqaz tektonik qalxmasına aiddir. Gülüstan yaycı Ordubad düzləri. Yadınıza düşdü həmkarlar. Baxın, Ordubad çayı bir vilayətdən axır. Orta Araz vilayətindən. Bu bir. Ordubad çayı 2 fiziki coğrafi rayondan axır. Günnüt, Qapıcıq, Şərri, Ordubad fiziki coğrafi rayonlarından. Ordubad çayı bir iqtisadi coğrafi rayondan axır. Naxçıvan iqtisadi coğrafi rayonundan. Ordubad çayı bir tektonik zonadan axır. O da üzr istəyirəm, Kiçik Qafqaz tektonik qalxması. Qızıla bərabər olan cümlələrdir və bunlara diqqət edin. İndi məsələn bir dənə gəlin deyək Lənkəran çayı. Lənkəran çayı neçə vilayətdən axır? Vilayət. Ay, sağ olun. Lənkəran vilayətindən. Lənkəran çayı neçə fiziki coğrafi rayondan axır? Ay, sağ olun. Lənkəran ovalığı Talış dağları fiziki coğrafi rayonundan. Lənkəran çayı neçə iqtisadi coğrafi rayondan axır? Lənkəran Astara iqtisadi coğrafi rayonundan bir dənə. Lənkəran Astara iqtisadi coğrafi rayonundan. Lənkəran çayı neçə tektonik zonadan axır? Bu başqa məsələ. Ay, sağ olun, əhsən. Yəni, Talış dağları aiddir Kiçik Qafqaz tektonik qalxmasına, Lənkəran ovalıqları aiddir. Başqa məsələ.
Kür çökəşliyinə. Yəni Lənkəran ovalığı Kür tektonik çökməsi, Talış dağlarda Kiçik Qafqaz. Ordubad çayı yadda saxlayın. Bir vilayətdən, 2 fiziki coğrafi rayondan, bir tektonik zonadan, bir iqtisadi coğrafi rayondan axır. Aydın oldu həmkarlar. Bu qədər nə lazımdırsa mən qrupa atacağam. Növbəti dərsə inşallah keçəcək iqtisadiyyat. Belə.